Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı 2026 tədbirinin açılış mərasimi keçirilir. Tədbirdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Tədbirlərdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızistan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətlər iştirak edirlər. Ətraflı birbaşa bağlantıda əməkdaşımız Elnur Tofiq bizə məlumatları çatdıracaq. Elnur, söz sizdədir. Buyurun, efirdəsiz. Bəli, mədəniyyət paytaxtımız Şuşa şəhəri daha bir mötəbər tədbirə ev sahibliyi edir. Belə ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı ildə Şuşa şəhəri turizm paytaxtı seçilib və bu münasibətlə tədbir keçirilir və bildirmək istəyirəm ki, tədbir çərçivəsində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunur və hazırda görüntüləri isə təqdim edirik və solistlərin ifasında müxtəlif musiqi nömrələri səsləndiriləcək. Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatı Turizm Paytaxtı 2026 çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızistan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri iştirak edir. Növbətli günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm üzrə yüksək səviyyəli ekspertlər qrupunun 9-cu iclası, Gastronomiya günü, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının turizm nazirlərinin 7-ci görüşünün keçirilməsi də nəzərdə tutulub və bildirmək istəyirəm ki, 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri, yəni mədəniyyət paytaxtımız 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilib və görüntüləri sizə təqdim edirik. Bayaq qeyd etdiyim kimi simfonik orkestrin ifasında bəstələri dinləyirsiniz və daha sonra çıxışlar olacaq və bayaq qeyd etdiyim kimi tədbirin əsas hissəsi isə sabaha planlaşdırılır və ASTV komandası olaraq bugün buradayıq, sabah burada olacağıq. Tədbirlərlə bağlı, müzakirələrlə bağlı xəbərləri çalışacağıq. Efirimizdə sujet və reportajlar formasında sizinlə bölüşək. Mənim mədəniyyət paytaxtımız Şuşadan çatdırmaq istədiklərim bunlardır. Sözü yenidən sizə studiya veririk. Təşəkkür edirik Elnur, sizə ətraflı məlumatlara görə.